Yeniden birlikte dostlar ölçek xallarla danışacağıq. Həm də görək bu həftə bizi nələr gözləyir. Gəlin ona baxaq. Artıq ölçək xallarla danışacağıq. Deyirəmsə, bugün həftənin artıq ilk günüdür. Birinci gündür. Sabahları biz sizlərlə Çempionlar Liqasında birlikdə olacağıq. Lüksemburqun Montenegro Mayasın San Marino'nun klubsuz qaldığını görürük. Son olaraq Şimali İrlandiya, Gürcistan, Cəbəli Tarikində bir klubu var. Sadəcə olaraq qeyd olunmuyor. Cəbəli Tarik nəqli sabah qeyd olunacaq. Cəbəli Tarikin bir klubu konferansda ona davam edəcək. Lincoln'dən söhbət edir. Estonya təmsilçisi Andorra. Andorra'nın Inter klubunda davam edir yoluna. Estonya təmsilçisiz qalıb. Malta təmsilçisiz qalıb. Litvaniyanın tək təmsilçisi var. Belarusya 0. Almanya'nın iki təmsilçisi var hələ. Egnatia və Dinamo yoluna davam edəcək. Makedoniya yoxdur. Faradalarla bu səhv məsələ yox idi. Moldovada yoxdur. Ateşləmdə yoxdur. Qazaxıstan tək təmsilçisi Finlandiya. Səhv etməsə Finlandiyanın təmsilçisi qalmadı ki. Bilmirəm ki. Qus qalmalıyıq. İki təmsilçisi olmalıdır Finlandiyasında. Bosna Hersek qalıb. Turnirdən biri qalmalı səhv etməsə. Nəysə burada göstərəm ki, yaxınlar əlbəttə. Bizə lazım olan bu tərəfdir. Turnirdən qalalamayacaq. Bu həftə bizim 500 qalmamız bizi 22.187 xala gətirəcək və gələcək həftədə xal qazansaq Azərbaycan Ukraynanı gəlib keçəcək. Və gələcək həftədə xal qazansaq toplam 2 həftəni götürsək 1000 xala Azərbaycan adına gələcək. Toplamda 1500 alasaq 3500 xalla gələcək. 3500 xal. Yox, 3000 yox. 500 xal, 500 xal. Nə qədər edir? 1000. 2000, 3500 hə. 3500. Niyə? 500 xal bu həftə, 500 xal bu həftə, 2000. Yox, 1000 xal. Ay yox, 2500 xal şöyle səhv edirəm. 2500 Azərbaycan alarsa toplam 3100. 2500 belə bir şey deyil. 3100 ama 3100 ilə 22-ci sıranı görə bilərik. Orada ən böyük işlər sabaha qalacaq. Qarabağ kitir oynamayacaq, təəssüflər olsun. Ukrayna oynayacaq ama. Serbiya oynamayacaq, Sırbistan oynamayacaq. Sırbistan yoluna ağır da oynayacaq, Sırbiyan Zvezda. Sırbiyan Zvezda falan yoluna ağır da oynayacaq. Avrupa Ligasında sanırım. Haydi Viktor Pillar'ın göstereceği salon konferansası. Evet, Bolqarıstan tək təmsilçisi qalıb. Frans Valoş, yox, Rajitçi miydi o? HSK Sofia. Evet, cavab oyununa gələk. Playoff'da ilə bizlərlə görəcəyəcək. Playoff'da Fenerbahçe, Lyon var. Dinamo Zagreb, Viking, Levski Sofia, AEK. Haydi AEK, göstərəzin AEK. Göstərəzin AEK. İnşallah AEK var. Levski, Bolqarıstan tək təmsilçisi var. Haydi AEK. Ayaktan fikrimde 1-1. 125 kaldı Bolgaristan. Dinamo Viking. Viking alır. Fenerbahçe Lyon. Fenerbahçe beraber kalır Lyon'a. Celtic Lask. Celtic alır mı maçı? Hıbeşeva sabah inşallahlar. Nes Boda Glimt alır inşallah. Soğan Mütçalva tercih. Yani tercih alsın bu oyunu tamam. Attık umarım Malaga. Kırılır. Kralov Sovyeta. Samara. Şeyler var mı? İlk sefer bir şey neyse. Slovan Bratislava hem saat 23'te oynuyor hem de 19'da oynuyor. İspanya Ligası. Avrupa arasında Karat Anderlecht. Of. Təəssüf olsun ki, Anderlecht udacaq Belçika. Çocuğundan niyə İberiya? İberiya da udacaq xeyif. Mijalibi Salzburg.
Ancaq bir gəlir buluzlar ya. Beşiktaş Kanzagis. Kanzagis hadi Litvanya. Beşiktaş'tan uçtu. Beşiktaş direkt şeydedir. Avrupa Ligasında. Ermənistan Lisidrum. Lisidrum udacaq. Udacaq. Sanırım uduzar məncə. Ermənistan Lisidrumdan güclüdür. Lechton. Lechton. Kimlə Lech udar ya? Trabzonspor Fransa olur. Haydi Trabzon. Göstərir Trabzon. Craiova var artık Alüminyum. Abi Craiova var ya. Tek temsilciler sen kapı yetimlerim. Craiova var artık Alüminyum udar məncə. Sirvena Zvezda, Viktor Plzn. Viktor Plzn udar. Ofi Ceska Sofya. Ofi hadi göstərəz Oficim. Bulqaristan 2 temsilcisi qalmış. Ya. Ofi göstərəz. Trudense Omonia. Belçikam lan bu. Çok sağ ol. Inter Copenhagen. Kalin Line. Midtjylland Trişika. Efendim bu həftə İsrail xalamayacaq. Net. Biri sabahla oynuyor. Bakın. Biri İsveç'le oynuyor. Lugano. Bir de Atalanta'yla. Allah rahmet eylesin. Rəqiblərimiz tək təmsilçilərdir. Tək təmsilçi oyunlar. Ukraynada xal yoxdur. Azərbaycan tərəfindən Serbiyanın təmsilçisi qalır. Evet. İsrail heç. 3 təmsilçisi var. Rumıniya tərəfindən. Evet. Rumıniyanın klubu harda qalıb ki? Tək təmsilçisi. Rumundan kim qalıb ki? Görmədim Rumundan kim qaldım. Ha, Craiova. O, var Armeniya, Craiova'nın uçub olmalıdır ama. Həqiqətən. Alçaq xalı var, ya ki. Belə.